الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين. أما بعد، قال الله تعالى وتبارك في محكم كتابه الكريم ومبرم خطابه العظيم: أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. فما بكت عليهم السماء والأرض وما كانوا منذرين. صدق الله العلي العظيم. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. Allah'ı an verirəm izzeti celaline, Peygamber ve Ali Peygamber'e xatir. Allah bu əzanı bizden kabul eləsin inşallah. Allah gelen günlerimizi xeyrə mübəddəl eləsin inşallah. Kərbəlayı Əhməd qardaşımız gözəl nohu oxudu. Çox gözəl tərzidə, çox gözəl məlahətli səsi ilə məclisi feyziyab elədi. Allah ona tezliklə həc ziyarətin qismət eləsin inşallah. Anasının ruhuna, özünün ailesinin salamatlığına ötürü selavat zikr elə. Allahümme salli ala Muhammed. Atdan o dem ki şahi şehidanı yıktılar. Atdan o dem ki şahi şehidanı yıktılar. Dinin adıyla kavneyi imanı yıktılar. Gün battı, ay tutuldu, deyib bir-birə cahan. Vazeh deyim ki ərşi muəllanı yıktılar. Məzhəb əleyhi məzhəb o gün gördü öz işin. Küfrü nifaq ilə yerə Kur'an'ı yıktılar. Öldürdüler Hüseyin'i deyip göyde Cebrail. Öldürdüler Hüseyin'i deyip göyde Cebrail. Attan turabe ayeti subhanı yıktılar. Yer göy gəlibdi lərziyə, titreşti kainat. Nur-i du çeşmi Hazreti Zehranı yıktılar. Hükmü şüreyh ümmeti nadanı alladub. Ruhu namazu hücceti yezdanı yıktılar. Lanet o hükme ki eyledi din evin xərab. Həşrə kimin şərafəti insanı yıktılar. Aya necə bəyan eləyim mən bu cümləni? Aya necə bəyan eləyim mən bu cümləni? Kimlər yerə o sərvəri dövranı yıktılar? Nə kebru, nə Yahudu, nə Nəsrani ümməti cürət tapıb o seyyid-i Mövlanı yıktılar. Bəs kim yıktı kim? Lal ol dilim, Hüseyin'i Müslümanlar öldürüb. Lal ol dilim, Hüseyin'i Müslümanlar öldürüb. Kərb-ü-Bəlada şəhid Ləbətşanı yıktılar. Əvvəldə qoydular ayaq altda şərafəti. Rubəhsifət yığışdılar, aslanı yıktılar. Qəflət görün bu qişli müsəlmana neylədi? Dünyadan ötürü zinəti dünyanı yıktılar. Söz yox, görüblər dəhridə zülmün cəzasını. Ləb təşnə öldürübdülər Zəhra balasını. Torpağa düşdü Zadə-i Heydər cənazəsi. Gün istisində qaldı o sərvər cənazəsi. Daldan kəsibdi başını şümri cəfasiyər. Yalqız düşübdü məktələ bir sər cənazəsi. Allah şümrə və onun köməkçilərinə lənət eləsin. Allah hakkın müdafiyesinde durup hakkı müdafiə eləyənlərə dil uzadanları,
dili ilə, qələmi ilə, vəzifəsi ilə kim ki haqqın müdafiəsinə qalxıb ki onu incidir, Allah özü onu ilə rəftar eləsin inşallah. Allah bizi öz məsələmizə əməl eləyənlərdən, məsələmizi öyrənənlərdən, vəzifəmizə agah olan müsəlmanlardan qərar versin inşallah. Bir neçə rivayət istəyirəm məhzərbüzə deyim. İmam-ı Rıza aleyhissalatu vesselam bir gün Rəyyan ibn-i Şəbibə belə dedi. Rəyyan ibn-i Şəbib Həzrətin köməkçilərindən olub, dostlarından olub, şagirdlərindən olub, Həzrətin məhzərində xidmət eləyənlərdən olub. Rəyyan ibn-i Şəbib deyir, gəldim, Məhərrəmin birinci günü idi ya ikinci günü idi. Gəldim İmam Rıza aleyhissalamın ziyarətinə, məhzərinə, xidmətinə, qulluğuna. O Həzrət İmam Hüseynə əzadar olmaqla bağlı mənə bəzi tövsiyələr elədi və buyurdu. Məhərrəm bir aydır ki, keçmişdə cahillik dövrünün insanları belə, İslamdan əvvəl, cahillik dövrünün insanları belə bu ayı ehtiramla saxlayırdılar. Bu ayda döyüşməyi qadağan eləmişdilər. Bu ayda döyüşmürdülər. Amma bu ümmət bu ayın eləcə də öz peyğəmbərlərinin ehtiramını saxlamadılar. Bu ayda onun övladını qətlə yetirdilər. Əhli əyalını və xanımlarını əsir tutdular. Onların xeymələrinə ot vurdular. Allah onları heç zaman bağışlamasın. Bu İmam Rıza'nın sözüdür. Allah onları heç zaman bağışlamasın. Ey Şəbibin oğlu, əgər birinə ağlamaq istəsən, Hüseyin ibn Əliyə ağla. Ey Şəbibin oğlu, əgər İmam Hüseyni ağlayıb, göz yaşların yanaqlarından axsa, Allah bütün günahlarını bağışlayar. Əgər Allahın huzuruna günahların olmayan halda getmək istəyirsənsə, Allahın huzuruna günahların olmayan halda tərtəmiz getmək istəyirsənsə, İmam Hüseyni yaxından və uzaqdan ziyarət elə. İmam Hüseyni yaxından və uzaqdan ziyarət elə. Xoş, yaxından ziyarət eləyənlərin halına, amma bax, sən ki bugün gəlmişsən bura, hesab eləyinən ki, İmam Hüseynin zərihindədir əlün. Əlün İmam Hüseynin zərihinin üstündədir. Deyirsən, Əssəlamu əleykə ya Əba Abdillah. Fərqi bax bu qədərdir ya bu məclisə gəlməyin. Heç hərəmdəkilərlə sənin hal-hazırda fərqin yox. Əgər Allahın huzuruna günahları olmayan halda getmək istəyirsənsə, İmam Hüseyni yaxından və uzaqdan ziyarət elə. Əgər behişt hücrələrindən birində məskunlaşmaq, behişt otaqlarının birində məskunlaşmaq və Peyğəmbər və Əhl-i Beytin yanında olmaq istəyirsənsə, İmam Hüseynin qatillərinə lənət eləməyi tərk eləmə. Əgər İmam Hüseynlə birgə şəhid olanların, söz budur, buna bax hələ. Əgər İmam Hüseynlə birgə şəhid olanların savabına nail olmaq istəyirsənsə, ağa ya İmam Rıza, onlar qılınc vurublar, qan töküblər, doğranıblar, tikə olublar, cənazələrinin üstündə at çapılıb, torpaqlara qarışıb bədənlərinin bir hissəsi, onlarla bərabər deyir, bəli. İmam sözüdür. Əgər İmam Hüseynlə birgə şəhid olanların savabına nail olmaq istəyirsənsə, İmam Hüseyni xatırlayanda belə deyinən. Ya leytəni kuntu ma'ahum fəfuzə fawzan azima. Kaş bugün bu dəmdə olaydım Kərbəlada. Mərsiyə də qoşublar buna. Bu sözün tərcüməsi budur.
O arzu var ha, o niyyət. O deyir, niyyətin hara, mənzilin də ora. Niyyətin bəlli eləyir sənin mövqeyivi. Sən kimin tərəfdarısan, kimin yanındasan bugün. Bugün bura gəlməyinlə sən öz mövqeyivi açıqlayırsan, sərgiləyirsən. Mən hər yerdə ola bilərdim. Mən istirahət eləyə bilərdim. Yata bilərdim özüm üçün. Cürə-bəcürə yerlərə gedə bilərdim, qonaq gedərdim. Başqa işlərlə. Amma mən 2 ay ağam ölüb, mən bu məclisdə olmalıyam, mən burada olmalıyam. Bu sənin mövqeyindir. Kimin tərəfindəsən? İmam Hüseyin ağamın. Hesab eləyinən ki, elə orada qılınc vurmusan, orada döyüşmüsən və orada şəhidlərin cərgəsindəsən. İmam Rızanın sözüdür bu. Əgər behişdə bizimlə eyni dərəcədə olmaq istəyirsənsə, sözə bax. Axı, bu deyir də, sözü dayı necə deyərlər? Hə? İmam Rızanın sözüdür. Əgər behişdə bizimlə eyni dərəcədə olmaq istəyirsənsə, bizim sevincimizə sevin və qəmimizə qəmlənin. Kim sevinir, sevinir. Kim sevinmir, sevinməsin, işimiz olmasın. O, onun mövqeyidir, bu da sənin mövqeyindir. Məlum məsələdir ki, o, orada olmayacaq. O, İmam Hüseyinlə, Əhl-i Beytlə, sevdikləri ilə yanbayan olmayacaq. Kim kimi çox sevir, nəyə çox məhəbbəti var, onu ilə olacaq. Sənin məhəbbətin bu məclisədir, İmam Hüseynin yanındasan, sən də burada olacaqsan, İmam Hüseynin yanında olacaqsan. Sələvat zikr elə. Mütəal Allah Duxan surəsinin 29-cu ayəsini tilavət elədim sizə. Buyurur ki, onlardan ötürü səma və yer ağlamadı. Ağlamadı. Onlara möhlət də verilmədi. Kimlərdən gedir söhbət? Allah Teala kafirlərin məzəmməti və həlakəti barədə buyurur. Çoxları özlərindən sonra bağlar, bulaqlar, böyük və uca imarətlər qoyub getdilər. Onlar bu imarətlərdə xoş güzaranlar keçirtmişdilər. Lakin dünyadan köçəndən sonra bu mənzilləri başqalarına miras verdik. Onlar vermədi ya, deyib biz miras verdik başqalarına. Çünki sənin heç nəyin yoxdur, bədbəxt. Hər nə var Allahındır. Malik olduğun mal, mülk var. Əgər sənindirsə göt apar da, qoyub gedirsən və necə sənindir bu qoyub gedirsən? İxtiyarın var, götür apar. Gücün çatır, götür apar. Sənin deyil axı bu. Allah ayədə buyurur, biz mal kimi, miras kimi dünyadan köçəndən sonra bu mənzilləri, bu var dövləti başqalarına miras verdik. Onlar üçün asiman və yer ağlamadı. Ancaq asiman və yer mömin dünyadan köçən zaman ağladı. Üzərində mömin ibadət elədiyi torpaq ağlayır. Niyə? Hər gün gələrdi, dayanardı, namaz qılardı bu can namazın üstündə. Bu mehrabda, bu evdə, indi daha yoxdur. Hədis deyir bu. Deyir, o torpaq, o yer ağlar sahibinə görə. Orada dayanıb namaz qılana görə ağlayar. Peyğəmbər buyurub, ya Əli, mömin dünyadan köçəndə 40 gün səma onun üçün ağlayar. Mömin ha, mömin, o söz ağır sözdür. Allah mənə qismət eləsin, mömin olum. Mən öz payıma deyirəm, mömin olmaq çətin məsələlərdən biridir. Mən çətinləşdirmirəm məsələni. Mən çətinləşdirmirəm. Amma deyirəm, asan məsələ deyil. Halva deməklə ağız şirin olmur. Gələk mömin olasan, onu da qazanasan, əldə edəyəsən. Ya Əli, mömin dünyadan köçəndə 40 gün səma onun üçün ağlayar. Amma ya Əli, sən şəhid olanda səma 40 il sənin üçün ağlayacaq. 40 il. Bəli, izzət ona deyirlər ki, bir şəxs dünyadan köçəndə səma, yer və bütün insanlar onun üçün ağlasın. Nəinki bir nəfər öləndən sonra Allah və onun bəndələri ona lənət oxusunlar.
Vay olsun öz nəfsani istəklərinə tabi olaraq özlərini əbədi əzaba düçar edən şəxslərə. Onlar öz işlərini əqlə əsaslanaraq yerinə yetirmədilər. Cahillik olaraq qalib gəldi. Çünki əql iki növdür. Təbii əql və təcrübəli əql. Təbii əql budur ki, insan nalayiq bir işlə qarşılaşan zaman əql onu çəkindirir. Belə olmalıdır bu. Ağıllı adam, hər bir ağıllı adam nalayiq bir işlə üzləşəndə gərək ağlın səni ilə başlasın, əgər varsa danışmağa. Ayıb da, bu işi görmə. Allah görür. Allahdan həya eləsən namaz qılırsan. Birinci özün. Allah görür. Sən namaz qılırsan, sən müsəlmansan. Müsəlman bu işi görməz. Mən bir kitab mütaliə edirdim. Həmin kitabda bir revanşinas deyirlər. Dini termin də, indi rusca deyəcəm, bircə elə Molla Minbərdən rus dilində söz dedi. Psixoloq deyirlər, psixoloq. Revanşinas, psixoloqdur. Bir söz deyir. Psixoloji təsirlər barədə, tərbiyə metodları barəsində danışır. Təlim, tərbiyə metodları. Az yaşlı uşaqlardan tut, ta böyüklərə qədər. Müxtəlif xalqların, millətlərin tərbiyə metodları barəsində danışır. Kim uşağı hansı yaşından və nə formada tərbiyə eləməyə başlayır. Mənə bir şey təsir elədi orada, bir cümlə təsir elədi orada, yadımda da qaldı. Deyir, yəhudilər uşağı tərbiyə eləyəndə öyrədir, başa salır, düzü, əyrini. Sonra həmin uşaq səhv buraxanda deyir, olmadı, sən yəhudi deyilsən. Əgər bu səhvi buraxmısansa, sən yəhudi deyilsən. Uşağa deyir, o qədər təsir edir bu söz ki, deyir, yox, mən yəhudiyəm, deyir, yox, yəhudi bu işi görməz. Sən ki, bu səhvi buraxdın, yəhudi deyilsən. Yəhudi olsaydın, bu işi görməməliydin. Bu səhvi buraxdın. O qədər dərin təsir buraxır, incidir bu söz o uşağı ki, onu yəhudi olmağa inandırıb, öz mənsubiyyətin ona öyrədib, başa salıb, sonra bir səhv buraxanda, heç müsəlman özünə demir ki, müsəlman bu işi görməz ha. Belə müsəlmançılıq olar. Azan deyilir, azan. Kəndin içindəyik də, azan deyilir, hər kəsən öz işindir. Heç amma Məkkəyə gedib gələnlərdən kimdən soruş? Məkkəyə, Mədinəyə, fərqi yoxdur ümrə ziyarətinə. Deyir, azan deyilən kimi tükanları qoyurlar, açıq, qaçırlar namaza. Alver edir səni, alver, bax, malı almışam, pulunu verirəm. Pulu qeytərir dala, pulu almır məndən. Deyir, mal səndə qalır, qalsın, qalmır, qalmasın, mən bu pulu səndən ala bilmərəm. Namaz, namaz, namaz. Qaçdı, getdi, saldı can namazını, yal. Azan deyilir, müsəlmanlar hər kəsən öz işindir. Bir qram heç kim heç nəyə tələsmir. Ya orucluq keçdi, təzə qutarıb da, məsələn bir neçə ay. Orucluq, kababın tüstüsü göyə çıxır kəndin içində. Bu müsəlman vilayətidir. Bu kababı pişirən xristiyan deyil ki, Fransadan gəlib burada kabab pişirmir ki. Burada müsəlmandır, bu yerin adamıdır da. Kabab pişirir, gündüzün gün orta çağı. Piləşki pişirir, qutab pişirir. Heç ayrı günlərlə, aylarla fərqi yoxdur. Deyirsən, birinə dedim buna olmaz ki, pişirməyəsən. İftara 1 saat, 2 saat qalmış, gəl, yandır mən qəlbi, boşuna pişirməyə ki, iftarı hazırlar. Bütün müsəlman ölkələrində belədir. Dedim, mən bugün bunu pişirməsəm, müştərilərim qaçacaq, o pişirənlərin yanına. Sabadayım məndən alan olmayacaq. Dedim, buna sən Allaha inanmırsan. Allah ruziyə zamindir, ay qardeşim, ay əzizim, ay dəyərli insan, ay özü də müsəlman deyən. Allah ruziyə zamindir. Sən bir söndür mənqəli, axşam 5-də 6-da iftara yaxın yandır, gör gəlir, gəlmir müştərim sənin, hə? Allah bir müamilə elə də, alver elə də, Allahla elə də, alveri, o ayda Allahla elə də, insanlarla yox, bunlar güvənmə. Olacaq, olmayacaq, Allah səni dolandıracaq. Çox çətin zəmanədir. Tükanlar elə, bazarlar elə, tükanda paltar satırlar, götürürlər, gəlirlər, paltar satırlar. Müsəlman, istəyir kişiyə aid olan paltar, istəyir qadına aid olan paltar. Müsəlmana aid olmayan paltarlardır bunlar.
Sən satırsan, o bədbəxt də daha yerini bilmir axı. Bilən bilir, gedir, axtarır, tapır. Sən nə satırsan, onu alır, giyinir bu əyninə. Sən günaha şərait kömək edirsən ona, işini yüngülləşdirirsən, rahatlaşdırırsan günah etmək istəyəni. Ağlı olan işim yox. Ağlı az olana ya olmayana sən biraz da kömək edirsən. Sən getdin, götürdün, gəldin o paltarları, açıq-saçıq paltarları, istəyir kişi üçün, istəyir qadın üçün, abırsız şeyləri satdın, şərait yarattın onun üçün. O da aldı giyindi əyninə. Günaha sən də şəriksən. O paltar onun əynində cırılıb dağlana qədər günaha şəriksən. O paltarla nə qədər günaha batacaq, sən şəriksən o günaha. Orucluqda yemək pişirdin, yedirtdin müsəlmanlara. Günahına şəriksən. Özü orucdur və oruc tutub özü, amma cəmaat üçün yemək pişirir bu yanda. Sənin tutduğun orucun faydası olmayacaq. Görəcəksən, deyəcəklər sənə. Mən xəbərdarlıq elə, mən Allah deyirəm ki, Allahın ayələrini danışanam. İçki satırsan dükanında, içki götürürsən, gəlirsən kəndə, içki satırsan dükanında, restoranında, günaha şəriksən, içənlə eynisən, heç fərqi yoxdur. İçən adamla satan adamın fərqi yoxdur heç. Sən şərait yaradırsan. Dava bu davadır, mənim əzizlərim. Dava, İmam Hüseyin ağa suya möhtac deyirdi. Seyyidə şəbab əhlilcə, cənnət cavanlarının ağası idi. Sular onun ixtiyarı, hər bir şey onun ixtiyarındaydı. İmam Hüseyin suya möhtac deyirdi. İmam Hüseyin bir dəstə nadan insanları hidayət eləmək istəyirdi. Nadan, cahil insanları cəhalətdən qurtarmaq istəyirdi. Ki, gəlin gedək. Baxın, o qədər mehrib, axı imam qəzəbli olmaz. O qədər mərhəmətli idi İmam Hüseyin əleyhissalam. O qədər mərhəmətli idi. Əli Əsqər oxlandı, ondan sonra özü getdi meydana. Əli Əsqər oxlanandan sonra yenə dayandı. Yenə dayandı, onlarla söhbət elədi. Bunun mənası bilirsiniz nədir? Birdən desəydilər, ya Hüseyin, indi anladıq, indi başa düşdük ki, sən kimsən? Müharibəni saxlardı, onları dəf edərdi. İmamdır, sonuna qədər onlarla söhbət elədi ki, bəlkə ayırsınlar cəhalətdən. Belə müsəlman olar, belə din olar, belə İslam olar. Bu ağlamağı, bu sinə vurmayı, bu zəncir vurmağı, maşına 313 nömrə yapışdırmaqla deyir. Maqintofonu xod danqa, nə var, məhz yoxdur. Kimə nəyi sübut eləmək istəyirsən? Əzadarlıq sənin ürəyində olmalıdır, beynində olmalıdır, niyyətində olmalıdır. Cəmaatı nöşdən gedirsən, nöş narahat edirsən, nöşün sənə desinlər ki, onun xodunu biraz al yine. Ağlın yoxdur. Bu əzadarlıqdır. Sən öz əməllərinlə göstərməlisən əzadar olmağı, kimə mənsub olmağı, hansı məktəbin davamçısı olmağı öz əməllərinlə göstərməlisən. Bir nəfərin bugün dilindən, əməllərindən, gördüyü işlərdən cəmaat əziyyət çəkilsə, ondan narazıdırlarsa, onun əməllərinin faydası olmayacaq ona. Əzizlərim, olmayacaq əməllərinin faydası. Mömindir, dünyadan gedəndə 40 gün yer göy ağlayar. Allah rəhmət eləsin, ruhları şad olsun. İndi də Mirzə Əbdülkərim ağanın adı gələndə cəmaat deyir, Allah rəhmət eləsin. 40 gün nədir, gör neçə il keçib üstündən. İndi də Mir Əbdülxalıq ağanın adı gələndə cəmaat deyir, Allah rəhmət eləsin. İndi də Mirğəni ağanın adı gələndə cəmaat deyir, Allah rəhmət eləsin. Şeyx Hüseynin, Mir Səma ağanın hansı birini deyim sizə? Allah rəhmət eləsin. Ruhu müasirlərimizdən Hacı Şahin, Allah rəhmət eləsin. İndi də adı gələndə cəmaat deyir, nə deyir? Gedin baxın. Adam var, atasının qəbrinin üstünə axşam gedə bilməz, heç vaxt gedə bilməz. 24 saat cəmaat qəbrinin ziyarətinə gedirlər. 40 gün nədir? Mövqe sərgilədi, getdi, gəldi, yaşadı, gücü ona çatdı, o qədərinə çatdı. Bununla belə, bax işə, işin nəticəsinə səlavat zikr elə. Təbii əql və təcrübəli əql. Təbii əql budur ki, insan nalayiq bir işdən qarşılaşan zaman əqli onu bu işdən çəkindirir. Təcrübəli əql budur. Filan əməlin pis və ya yaxşı olduğunu təcrübə əsasında müəyyən etmək qabiliyyətinə deyirlər.
Məsələn, bilir ki, zəhər içmək insanı öldürər. Buna görə də zəhəri içmir. Yaxud alimlərdən bir şey barədə məlumat əldə edir. Xülasə, ağıllı insan, Allahın və Peyğəmbərin əmrinə itaət eləyən, şəriətə müxalif olan işlərdən çəkinən şəxsə deyərlər. Yazırlar, bir nəfər həmişə oğluna deyərdi, axı sən nə vaxt adam olacaqsan? Ata deyər, baba deyər də, yoxsən uşağa, oğula. Bu oğlan gedir, dərs oxuyur. Bir neçə ildən sonra həkim olur. Özü üçün klinika açır. Cəmaat onun yanına müalicəyə gəlirlər. Bir gün atası xəstələnir və müalicə üçün oğlunun işlədiyi klinikaya gəlir. Görüşəndən sonra oğul deyir, ata, mən indi adam oldum ya yox? Yadıma gəlir, mənə deyirdin, sən haçan adam olacaqsan? İndi mən adam oldum ya yox? Atası deyir ki, mən deməmişdim ki, sən həkim olmayacaqsan. Ancaq həkim olmaqla adam olmağın fərqi çoxdur. Əgər Allahın əmrlərinə tabi olub, onları yerinə yetirərsən və mömin olsun, onda adam olacaqsan, adam olarsan. İnsanın təqvası olmasa, hər nə qədər oxusa və hər nə qədər bilsə də heç bir faydası yoxdur. Təqva bilsən nədir? Pəhrizkarlıq, abırlı olmaq, həyalı olmaq. Elm bəzi insanları o qədər şişirdib qoltuqlarının altını ki, elə bilir bu Peyğəmbərdir. Ya bu Allahın seçdiyi xüsusi bir adamdır, ya onu ilə deyir. Hədis də var, elm bəzən bəzi insanlara, bir para adamlara olur, hicab-ı əkbər, böyük bir pərdə. Haqqla batilin arasında gözlərini tutur. Xülasə, əməl təqvasız olarsa batildir və faydası yoxdur. Bu dünyada özlərini alim və qazi bilən, Allahın, Peyğəmbərin əmrinə müxalif olan batil əsasında xilafət və qəzavət eləyən çox adamlar olur. Fikir verin, Yeziddən və ona tabi olanlardan bir ad, əsər, əlamət qalıb qalmayıb. Və bir şəxsə desən ki, sən də onların nəslindənsən, xoşuna gələr gəlməz, özünü həlak eləyər. Sən mənə dedin o sözü. Bu, onların Peyğəmbər əhl-i beytinə elədiyi zülmün nəticəsidir. Çünki tamam səmalar və yer əhli onlara lənət oxuyur. Amma baxın, Hüseyn ibn Əlinin xalis əməli, Allahın razılığı üçün olduğuna görə dünyanın hər hansı yerinə geçsin, ya Hüseyn sədası bu günlərdə aləmi bürüyüb. Müsibət günlərindən o Həzrətin əzabdarlığı keçirdilir hər yerdə. Hətta səhrada yaşayanlar da öz mərifətlərinə uyğun olan əzabdarlıqları keçirdirlər. Və Seyyid-i Şühədanın tərəfdarlarından, dostlarından və aşiqlərindən olmaqları ilə fəxr edirlər. Amma əzizlər, Peyğəmbər əhl-i beytinin müsibəti çoxdur. Xüsusən o vaxt ki, zikri müsibət deyim, İltiması dua. Əsarət başlandı. İmam Hüseyin ağa şəhid olandan sonra Əhl-i Beytini əli qolu bağlı vəziyyətdə apardılar əvvəl Küfəyə və Küfədən sonra hara getməlidirlər? Təbii ki, Şama. Yollarda mənzillər var. O mənzillərdə dayana-dayana, istirahət eləyə-eləyə yollar tey olur, üzü Şama tərəf. Çünki heyvanın yerişi o zaman torpağın üstü asfalt olmayıb, düz yolda olmayıb. Nə qədər gedə bilər? 30 kilometr, 40 kilometr, 50, 60 kilometr. Məsafə uzaq olduğu üçün mənzillərdə dincələ-dincələ gedirmişlər. Dəməşq əhlindən bir nəfər rivayət edir ki, mən ləşkərin tərkibində idim. Şəhidlərin başları Əhl-i Beytlə bir yerdə nizələrə taxılmış formada Şama aparırdıq. Dayanacaqların birində xəbər gəldi ki, Xüzai qəbiləsindən Qəba adlı bir şəxs ləşkər toplayıb Küfə ləşkərinə, Şam ləşkərinə hücum etmək fikrindədir, ta bu kəsilmiş başları, nizələrə sancılmış başları alsın, aparsın, dəfn eləsin. Ta siz onu Yezid üçün Şama apara bilməyəsiniz. İmam Hüseynin tərəfdarlarındandır, o Qəba.
Bunlar düşdülər qorxuya ki, gecə qaranlıq, o bizə hücum eləsə, dəstəsi böyük ola bilər, güclü ola bilərlər. Biz bu işin öhdəsindən gələ bilmərik. Başları alarlar, bizdən apararlar və Əhl-i Beyti də əsirlikdən azad edərlər. Biz Yəzidə nə cavab verərik sonra? Ləşkərin sərkərdələri gecəni sığınacaq bir yerdə gecələməyi qərar aldılar. Gecə bir nəsrani rahibin ibadətgahına çatdılar. Deyir, gördülər yolun üstündə bir işıq, çıraq yanan yer var. İşıq ki, bu işıqda nə olmayıb ki? Gördülər, çıraq yanır, işıqlı bir yer görsənir. Yaxınlaşdılar, gördülər bir kilsədir öz dilimizdə. Rahibin kilsəsi. Şümr məlun ibadətgaha yaxınlaşdı, uca səslə çağırmağa başladı. Ki, görsün kim var burada, səlavat deyinə. Bir rahib, bir keşiş dama çıxdı. Görsün nə xəbərdir, bu nə qışqırıqdır. Gördü, ətrafda çox sayılı ləşkər var, qoşun var. Bu qoca keşiş soruşdu, hardan gəlmişsiniz, nə istəyirsiniz? Şümr məlun dedi, biz İbn Ziyadın ləşkəriyik. Bir xarici Yezidə qarşı qiyam edib, onu öldürmüşük. Başlarını da Əhl-i Beyti ilə bərabər Yezid üçün aparırıq. Bizə gecələməyə yer verməlisən, biz dincələk. Deyir, bu nəsrani, yəni bu rahib, nizələrə sancılmış, başlara sataşdı gözü. Bir nəzər saldı. Gördü ki, hər biri parıldayan ulduz kimi nizənin başında nur saçır bu başlar. Bu nə mənzərədir görəsən? Rahib deyir, səsləndi Şimrə. Dedi, bu başı kəsilənlərin böyükləri, başçısı kimdir? Onun başı hanı bəs? İmam Hüseyin ağanın müqəddəs başını da göstərdilər rahibə. Rahib deyir, düşdü damdan, kilsədən çıxdı küçəyə, çıxdı onların yanına. İmam Hüseynin başını tutublar, salıblar aşağı nizədən, tutub qucağında göstərir rahibə. Rahib deyir, gözləri İmam Hüseyin ağaya sataşdı, indi bir hal, bir vəziyyət yaranıb, gözünü İmam Hüseyindən çəkə bilmir. Təəccüblə baxır başa və halı dəyişdi. O həzrətin deyir, heybəti, əzəməti rahibi heyrətə qərq eləmişdi. Ruhu elə bir uçmuşdu bu dünyadan. Deyir, bədən əzaları süstləşdi, qəlbinə hüzün, kədər qubarı çöktü. Rahib deyir, özünü toparladı, dedi, bu başları qoymağa icazə verirəm. Bu başları qoymağa icazə verirəm kilsənin içinə. Bir də o əli qolu bağlı xanımları. Sizə olmaz, əskərlər küçədə gecələsinlər. Sübh vaxtı gələrsiniz, bu başları məndən təhvil alarsınız, gedərsiniz. İmam Hüseyin ağanın başını deyir, qoydular bir sandığa. Qıfıl vurdular. Və ibadətgahın kilsənin otaqlarının birinin içində yerləşdirdilər. Hər kəsən getdi bir küncdə əyləşdi, istirahətə məşğuldur. Gecə yarıdan keçmişdi. Rahibin deyir, yadından çıxmırdı İmam Hüseyin ağa. O başın yiyəsi, o baxışlar, o gözlər çıxmırdı rahibin yadından. Gəldi deyir İmam Hüseyin ağanın başı qoyulan otağa ki bir daha təkrar o başa baxmaq istəyirdi rahib. O tikilidə, o otaqda çıraq, işıq, lampa, şam yox idi əvvəldən. Rahib yaxınlaşanda gördü otaqdan o qədər işıq gəlir, o qədər nur gəlir. Təəccübünü gizlədə bilmədi. Öz-özünə dedi, bu işıq hardan gəlir? Axı otaqda çıraq yox idi. Nə ay işıq saçır, nə günəş doğub. Deyir, girdim, gördüm.
İşıq o müqəddəs baş olan sandıqdan gəlir. Deyir, baxıram, birdən kilsənin tavanı qalxdı. Səmadan nurlu məhcərin içində bir neçə ay üzlü xanım endi. O Həzrətin müqəddəs başını ziyarət eləməyə başladılar. Bir də eşitdim ki, o xanımlar deyirlər, ey rahib, gözlərini yum, indi Hüseynin anası Fatıma-i Zəhra səmadan edib oğlunun ziyarətinə gələcək. Bu an bir ağlamaq səsi götürdü kilsəni. Rahib deyir, mən bu halı müşahidə edəndə huşdan getdim, yerə yıxıldım. Ama bir ses yadımdadır. Gördüm ses gelir. Selam olsun sana. Ey anasının məzlum balası. Ey anasının şehit balası. Ey anasının garip balası. Huşa gələndə bir artıq o xanımlar yox idi. O müqəddəs başı götürdüm. Qanını yudum. Ona ətir vurdum. Bastım bağrıma. Əlimdən yerə qoymaq istəmirəm. Sonra bir rahibdir, o müqəddəs başı öz səccadəmin yanına qoydum. Dizlərimin üstündə ədəblə onun xidmətində oturmuşam. Nalə çəkə-çəkə, ağlaya-ağlaya dedim, ey aləmin ağalarının ağası, ey Adəm övladlarının ən yaxşısı, indi yəqin bildim ki, sən Musanın Tövratında və İsa'nın İncilində vəsf olunan böyük insanlardan birisən. Amma bilmirəm kimsən, sənə bu məqamı bəxş eləyən Allaha xatir, mənə kim olduğunu bəyan elə. Dərhal bir gördük, o müqəddəs baş dilə gəldi. Buyurdu, Muhammed Mustafa'nın gözünün ışığı. Onun gözünün ışığı Hüseyin, eşitmişsən, rahib, o mənəm. Ali Gül Mürtəza, Fatimə balası, Hüseyin, eşitmişsən, o mənəm. Hak yolunda təşnə başı kəsilən Hüseyin mənəm. Qanı ilə cəddinin dinini dirildən Hüseyin mənəm. Rahibdir, o qədər ağladı, o qədər ağladı. Üzün gözün sürtür İmam Hüseyin ağanın kəsilmiş başına. Və bundan sonra İmam Hüseyin ağa rahibə müraciət eləyib. Ey rahib, indi ki mənim müsibətimə acıdın, Nəsrani dinindən çıx, müsəlman ol. İslam dinini qəbul elə ki, ahirətdə cəddimin qarşısında üzaq olasan. Xülasə, sübh açılana kimi rahib orada olan Nəsranilərinin yanına getdi. Gecə baş verən əhvalatı onlara danışdı və İmam Hüseyin ağanın müqəddəs başının halətini onlara nəql elədi. Nəsranilərin hamısı nalə çəkdilər, ağladılar. İmam Səccadın xidmətinə gəldilər. Onlar imamı xəstə, əli qolu zəncirlənmiş, qadınları və uşaqları torpaqlar üstündə oturmuş halda gördülər. Nəsranilər fəryad eləyərək İmam Səccada ərz elədilər, ağa icazə ver, bu zalimlarla vuruşaq və əgər öləcəksə sizin yolunuzda ölək. Həzrət buyurdu, Allah aqibətinizi xeyirli eləsin. Onlar tezliklə öz cəzalarına çatacaqlar. Bu vaxt Nəsranilərin hamısı İslamı qəbul elədilər və İmam Səccad onlara buyurdu, hələ bizim müsibətlərimiz tamam olmayıb. Bu qərib əhl-i beytlə və uşaqlarla birlikdə Şam'a getməliyik. Orada xarabalıqda bizə yer verəcəklər. Uşaqlarımızı daşlarla vuracaqlar. Ey cəmaat, bilin, bizim heç kəsin köməyinə ehtiyacımız yoxdur. Allah bizə elə bir qüdrət verib ki, əgər istəsək səmani, yeri isə səma eləyərik. Lakin biz ələs günündə Allah Teala ilə əhd peyman bağlamışıq ki, haq dinini diriltmək və qiyamətə çəddimiz Peyğəmbərin ümmətinə şəfaət eləmək üçün öldürülək və buna razı olmuşuq. Əsir düşüb çətinliklərə tab gətirək. Sizlər bizim üçün ağlayın.
Sizler bizim için ağlayın. Bizim garip ve şehit olmamızı yad eleyerek deyin. Ya leytena kunna ma'akum fefawza fawzan azima. Serin su içen vaxt, qürbətdə çətinliyə düşən bir qərib görəndə bizim təşnəliyimizi və qəribliyimizi yad eləyin. Bizim susuzluğumuza ağlayın, yad eləyin. Göz yaşlarımız qiyamətdə bağışlanmağımıza səbəb olacaq. Əla la'netillah və aləl qavmiz zalimin və seya'lemullezine zelemu eyyemun qələbi yenqəlibun. Xudaya, xudavəndə sənə an verirəm izzəti cəlalı və ağladıq ya qəmgin